Ölməkdən qorxduğu üçün məşhur filmimizdə baş rola çəkilə bilməyən aktyorumuzun kim olduğunu bilirsiniz. Bu kadrlara diqqətlə baxın. Neynim ağana çəni, gələr mən gözünə mən sataşdım da. Bağırdı ki, o bayrağı çıxar, apaturla cıllı dərəsinə. Üstünü qurşquş basırsın. Eldəniz Zeynalov 7 oğul istərəmdə baş rollardan birinə çəkiləcəkmiş. Ancaq filmin çəkilişlərinə hazırlıq getdiyi zaman bütün aktyorlar ad çapsa da Eldəniz Zeynalov bundan boyun qaçırır. Sonradan isə məlum olur ki, o ad çapmaqdan qorxurmuş. Beləliklə ona kiçik bir rol verəsi olurlar. Onu ilə bağlı ən maraqlı məqamlardan biri isə xalq artisti adının ona gec verilməyidir. Yaşıdı olan aktyorlar lap əvvəldən alsa da, o yalnızca 2000-ci ildə bu adı alıb. Özü bu barədə deyir ki, bu adı elə xalq arasında daşıyırdım. Bəzi aktyorlar xalq artisti adını alanda məndən bir növ utanırdılar. 2001-ci ilin 5 noyabrında böyük aktyor vəfat edib. Ruhu şad olsun. Bəs siz onun ən çox hansı obrazını bəyənirsiniz?